Səttarxanın, Bağırxanın ağzındakı dilə qurban, dilindəki dilə qurban. Bax, budur tekst deyirəm ben. Dilindəki dilə qurban. Bax, ortadan açılmış kitap kimidir. Baxır astaralar sərhəd tirinə. Mənim qollarımı iynə sap edin, dikin astaranı biri-birinə. Yolları, düzləri iynə sap edin, dikin zulfaları biri-birinə. Ben edeyim, çok hürmetli Nevzatlarım, öpürüm sizi, bağırma basırım. Biz çok sizden fəxr edeyim. Gözümün nuru, canım anam, büyüttün sen beni yana yana. Gözümün nuru, canım anam, büyüttün sen beni yana yana. Odunu sanettin kimi, bir kaynar hayat kimi. Borcluyam ben size, size bir evlat kimi. Aziz anacığım. Əgər bütün bəşəriyyət ədil canım olar, ürək süqut eləməz aldığı mətanətdən, rica-vü xəffə məkan vermərəm gər alimlər, min ildə vəz edələr dəhşəti qiyamətdən. Pələnglər tuta dövrüm çəkinmərəm əsla, və ya ki dəd edələr dövlət-i cahanı mənə ki bir kəsə baş əyim, iczimi bəyan edeyim, əyilmərəm nə ki yer versələr səma. Cahanda yox elə bir qürdə baş əyim ona mən, fəqət nə güclü, zəif bir vücud var ki hazıram yıxılım hər gün xaki payına, öpüm ayağını dilsinlər. Kimdir o? Nedir o? Ana. Ana. Ne ki arzu kaman var, kalbimde tutmuş karal, andolsun sana. Getrini el bilir, etrini gül bilir. Saçının ağına, karasına kurbanam. Könlünün o hazin laylasına kurbanam. Aziz anacığım, saçının ağına, karasına kurbanam. Könlünün o hazin laylasına kurbanam.
Hamı xalq adından danışsın. Ancaq xalqın inamı varsa, dünyada en büyük insan olacak kim xalqı özünə inandırarsa. Xalq ümid deməkdir, gələcək demək. Ümidsiz nə varsa ondan uzaqdır. Dünyada hər bir şey ölüb gedəcək. Dünyada ölməyən xalq olacaqdır. Mən əminin verdiyi sözə naxələf çıxa bilmərəm. Bu fikri xahiş edib ki, heç vaxt belə demə. Ona görə o dediyi kimi istəməm. Dünyada hər bir şey ölüb gedəcək. Heç zaman ölməyən dünyada xalqdır. Yəni mənə tapşırıq verir. Ona görə də mən müəyyən şeylərdə keçid edirəm. Ancaq bir günlərim onun qarşısında üzr istəyirəm ki, onun dediyini eləyə bilmədim, ancaq tapdım. Heç zaman dünyada ölməyən xalqdır. Xalq adı gələndə nədənsə hamı əvvəl yuxarı yox aşağı baxır. Hərə öz çiynindən aşağı duran kiçik adamları xalq bilir axı. Boylanma ucadan, ey doğma ürək. Xalqı görmək üçün xalqdan uca yox, sən xalqın içinə enəsən gərək. Mən sizin hər birinizə təşəkkür edirəm. Zərət Dahidir. Vaxtınız xeyir olsun, əziz qardaşlar, əziz dostlar. İstəyirəm bir şey yadınıza salın ki, biz biraz emosional xalqıq. Ətrafda baş verən hadisələr bir daha göstərdi ki, biz daha çox birliyi tələb eləməliyik. Prezident ətrafında daha çox sıx birləşməliyik. 5 il bundan qabaq dünyada gedən iqtisadi hadisələr indi bizə satırsa, deməli ətrafda cəriyən olan hadisələr bu bizə bir işarədir. Biz bilməliyik ki, dövlətimizin, xalqımızın, millətimizin, prezidentimizin ətrafına daha çox birləşməliyik. Əziz yoldaşlar, Azərbaycan xalqının demokratik dəyəri onun milli irsi, tarixi kökləri ilə bağlıdır. Azadlığın, ədalətin və sosial rifahın əsasını təşkil edən insan hüquqları yalnız və yalnız hüquqi dövlətdə mümkündür. Şükürlər olsun ki, belə bir hüquqi dövlətin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirməkdədir. Bu günləri Söhrəb Tahir dünyasına nəzər bir salanda biz görürük ki, həqiqətən də Söhrəb Tahir təkcə şair deyil, o həm də bənzərsiz bir filosofdur. Onun səsləndirdiyi fikirlər, siz özünüz baxın, çərçivədən kənara çıxıb bəşəriyyətə qovuşur. Uzaq əsrlərdən, illərdən bəri bəxş etdin cahana neçə nərləri, səninlə fəxr edir Turan elləri, dünyaya sığmayan şöhrətim, şanım, mənim ana yurdum, Azərbaycanım. Bir oddan, ateşdən sən doğulmusan, ilahi sevgi ilə hey yoğrulmusan, türkün mərd, qeyrətli, ölməz olmusan, üfüqdən parlayıb sökülən danım, mənim ana yurdum, Azərbaycanım. Usanma heç zaman, sən axtar, ara, düşünüb dərdinə tap kinən çara, sinəni dəliblər, ediblər yara, dayanmır damarda sağlayan qanım, mənim ana yurdum, Azərbaycanım. Bir daha enməsin məğrur bayrağım, aləmən nur satsın ömür çırağım, qoy eşitsin, bilsin düşmənin yağın, sənə bir sipərdi qurbandı canım, mənim ana yurdum, Azərbaycanım. Son söz mənim balaca qardaşım, Söhrəb Tahirin böyük oğlu və mənim böyük qardaşım Tahirə söz verir. Buyur. Çox sağ olun, gəldiniz. Çox sağ olun ki, bugün mən çox, necə deyərlər, çox səmimi oldu. Ürəyimə çox yaxdı, çox yaxın oldu. Hər birinizə təşəkkürümü bildirirəm. Hər şeyə görə çox sağ olun. Rasim mən sizə də təşəkkürümü bildirirəm. Siz də oradan da oğulluq edirsiniz. Çox sağ olun.